Bir de gördüm ışıklar da sönüb, ben de zalda yatmışam. Gördüm nəsə belə səs gəlir. Qoşa boğar. Dedim hə, Yusuf abi bu cinlər danışırlar, akşam söhbət eləmişik. Gəlir ki, yəni birinci fərqanı götürək zaldan. Biraz keçir, ay, buz bağladım orada. Bir də, qoyadaşlar, soğuk eti var. Dedim, ay Allah, heç nə deyəmirəm. Bax, təmiz, özdə hiss edirəm ki, tüküm belə olub ha. Başımın tüküm belə qalxıb, belə hiss edirəm. Buz olmuşam. Ay, heç kimə çağıra bilmirəm, nəfəsim kəsilibdir. Biraz keçdi belə, dedim, ay qardaş, bir tə zülümlə belə, dedim, yəqin danışırlar ki, birinci nənəsini götürək, ya da fərqanı birinci zaldan aparaq. Mənim beynimə elə gəlir. Sonra baxdım ki, bu iki dənə pişik bir-birindən sporlaşır, ortalarına ət düşür, piy. Bunlar bir-birindən sporlaşırlar da. Amma qırdılar bir-birinin axırda pişik piy də qaldı. Baba, Almaniyada elə ət vardı. İki dənə pişik, biri böyüdü, biri balaca. O birisi durdu ona baxdı, o balaca onu götdü, getdi, indi bu böyük ona hörmətlədir. Bizdə elə bir insanların aqressiyası pişə də keçib. Orada deyir, soxaram, hara soxursan, nətər soxursan. Pişə elə bir deyir, soxaram, soxaram, hara soxursa qırıldı, patdıq burada. Ürəyimiz getdi, Allah sakin olsun. Orada da pişik var idi, o yerdən. Sən də necə o danışıq sənə elə bir cinin səsi kimi gəlir. Mənə elə gəldi.